Hamıya salam. Bu günləri süni intellekt aləmində hal-hazırda ən aktual olan və həmçinin ən effektiv olan alətlərdən biri olan Whisperflow barəsində danışacağıq. Whisperflow nədir? Whisperflow sizin hər hansı bir mətni type eləmədən, yəni səs vasitəsilə həyata keçirməyinizə dəstək göstərir. Yəni misal üçün siz girirsiniz hər hansı bir not. Burada girdiniz, mən yükləmişəm hal-hazırda, siz yükləməlisiniz. Göstərəcəm proseduru sizə. Daxil olduğunuz Notes olsun, Words olsun, hər hansı bir format. Məndə Windows olduğundan Ctrl-Win-i basırıq. Salam, saat 5-dir. Yazdınız, buraxdınız. O artıq qrammatik şəkildə hər şeyi düzgün yazır. Yəni çünki süni intellektin olduğu üçün qoşulur birlikdə. İndi baxın, biz burada nəinki Notes olsun, yəni Words olsun. Biz misal üçün burada email də yaza bilirik. Hətta dediyim kimi Ctrl-Win məndə Windows olduğuna basıram. Hörmətli Sakit müəllim, bu günləri sizinlə görüşmək istəyirəm. Bastınız. O artıq özü görürsünüz qrammatik şəkildə hər şey düzgün yazır. Yəni qrammatik şəkildə burada da ola bilər, YouTube-da, hər hansı bir məktubdan savayda ChatGPT ilə hətta yazışmanızda burada belə istifadə edə bilərsiniz. Halbuki ChatGPT-nin öz rejimi də var, amma bizim yazdığımız məhz Whisperflow-nun verdiyi üstünlük ondan ibarətdir ki, o süni intellekti qoşaraq sizə daha effektiv, yəni output olaraq, yəni nəticə olaraq daha effektiv və daha qrammatik şəkildə göstərir hər şeyi. Və dediyim kimi Whisperflow saytı göstərəcəm mən, yəni məndə aşağıda olacaq, oradan klik edib girib yükləyə biləcəksiniz. Bu həm Windows üçün yükləyə bilərsiniz, həm Mac üçün yükləyə bilərsiniz. Bir tək problem Android-dədir, yəni hal-hazırda Android-də istifadə eləmək olmur. Amma sadaladığım Windows-dur, Mac-dır, ondan sonra telefonunuz hələ iPhone-dursa onda da istifadə edə bilirsiniz. Və burada hətta belə bir funksiya da var. Sadəcə olaraq məndə premium qoşmadığımdan siz burada misal üçün bunu seçirsiniz, seçdikdən sonra mən Windows-dan danışıram. Siz burada basırsınız Ctrl-Win və Alt və burada deyirsiniz istədiyinizi. Mən misal üçün mən burada bastığımda məndə premium olmadığından bu əlavə edə bilmir. Amma sizdə premium olduğu təqdirdə siz basırsınız və orada misal üçün mətndir. Mətni siz süni intellekt vasitəsilə daha effektiv edirsiniz. Bastığınız bu 3 dediyim klaviaturanı basırsınız, üst knopkanı basdıqdan sonra siz başlayırsınız onunla süni intellekt kimi danışmağa. Yəni danışırsınız ki, bu mətni böl, 5 dəfə artıq elə, bu məktubu göndərəcəm daha rəsmi qurumlara, ona uyğun olaraq dəyiş, onu dəyiş, bunu dəyiş və o sizə uyğun olaraq o teksti dəyişir və daha effektiv edir. Və işinizdə inanın ki, yəni Whisperflow mən hətta deyərdim ki, yəni başqa alətlərdən belə irəli gedir. Sadəcə olaraq biraz istifadəsi vaxt aparır. Yəni öyrəşməyə vaxt aparır. Amma öyrəşdikdən sonra yəni işinizi qat-qat rahatlaşdırır. Hər hansı bir kolleqalarınız arasında email yollayırsınızsa və yaxud hər hansı bir rəsmi email yollayırsınızsa, yəni o baxımından belə rəsmi məktublar belə sizin işinizi qat-qat asanlaşdıracaq. Çünki süni intellekt vasitəsilə hər şey istədiyinizi deyəcəksiniz və o sizə yazılı şəkildə və qrammatik, ən əsası qrammatik və süni intellekt vasitəsilə daha effektiv bir nəticə ortaya çıxardacaqdır. Ümid edirəm bu faydalı oldu və işinizdə istifadə edə biləcəksiniz. Yəni istifadə etdiyiniz təqdirdə inanın ki, böyük irəliləyiş hiss edəcəksiniz. Yəni qabağa sizin saatlarca vaxtınızı qənaət etmiş olacaq.